Salam, hər vaxtınız xeyir dəyərli müştərilərimiz. Allah şüzəvan eləsin. Bu gün də yeni bir gözəl mənzilimizdən sizi tanış edəcəm. Qurtuluş Yaşayış kompleksində 3-cü mərtəbədə qanuni 2 otaqlı. Olduğu kimi proyekt saxlayıblar, əl vurmayıblar. Qanuni 2 otaqlı. 72 kvadrat metr, 95 min manat. Mənzildə gördüyünüz bütün əşyalarımızın hamısı qalacaq, hətta elektrik avadanlıqları da qalacaq. Pərdən arxasında kondisionerimiz var, qonaq otağımız. 10 metr olar yoxsa çox olar? 10 metr olar. 4 metrə, bir 40 kvadratın qonaq otağımızdır. İndi isə keçirik koridorumuza. Bu mənzilimizin girişi. Koridoru, giriş qapımız dəyişilib. Seyf qapı qoyulub, girən kimi. Paltar işqamız. Sənədlərimiz tam qaydasında. Qubçamız var. Qubçamız hal-hazırda əlimizdədir. İndi isə keçirik yataq otağına. Maşallah olsun. Divarın içərisində dəyərli müştərilərimiz. Şkaf yığıblar. Boydan boya şkaf. Burada televizyon yerini saxlayıblar. Yataq otağından balkonumuz var. Həqiqətən mənzilimizdə rəng seçimləri çox gözəldir. Hələ mətbəximizin bir rəngi var dəyərli müştərilərimiz. Çox gözəldir. Keçək mətbəximizə bir dənə zəhmət olmasa. 6 mərtəbəli binanın 3-cü mərtəbəsində qanuni 2 otaqlı. Mənzilimiz çox gözəldir. Sadəcə mənzilimizin işıqlanması biraz zəifdir. İşıqları demək olar ki, yanıb. İşıqları dəyişmək lazımdır. Mətbəximiz. Mətbəxdə də oradan qırmızı rəng çox gözəl görsənir də. Yeri mərmərdir. Altı stiponla təchiz olunub. Deməli, dəyərli müştərilərimiz, burada balkon olub. 2 balkonu var. Biri yataq otağından, biri mətbəximizdən. Mətbəximizdəki qatıblar. İndi isə keçirik. Mənzilimizin suyu, işığı, mərkəzləşmiş stil sistemi, sənədləri tam qaydasındadır. Çıxarışımız var. Çıxarışımız hal-hazırda əlimizdədir. İndi isə keçirik sanitar qovşağına. Bu da sanitar qovşağıdır. Sanitar qovşağı da pis deyil. Qara ağ, əladır. Mənzilimizin suyu, işığı, mərkəzləşmiş stil sistemi, sənədləri tam qaydasında, şəhərciyənin tam mərkəzində, məktəblə bağçanın ara məsafəsi maksimum 100 metr. Start qiymətimiz 95 min manat. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görəsiniz. Sağ olun.